İsrail 5-ci qəsəbəsindəyik bugün. Mənim adım Aynurədir. Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədriyəm. Və bugün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi vasitəsilə sizinlə Daha Yaşıl Azərbaycan üçün Gənc Nəsil mövzusunda seminar keçirəcəyik. Seminarımızda müzakirəli şəkildə olacaq. Yəni, mən danışacağım, siz dinləməyəcəksiniz. Əlavə fikirləriniz olarsa, hansısa bir müdaxilələriniz olarsa, təbii ki, sual-cavab şəklində biz bir-birimizdən burada həm söhbət olacaq. Yəni, mən də sizdən öyrənəcəm, siz də məndən hansı məlumatları eşidəcəksinizsə, onlara qarşı öz fikirlərinizi bildirəcəksiniz və qarşılıqlı bir müzakirə şəklində keçəcəyik. Seminara başlamamışdan əvvəl istəyərdim ki, hamınız özünüzü təqdim edəsiniz, bir-bir adınızı deyəsiniz və gələcəkdə kim olmaq istəyirsiniz? Bununla bağlı öz fikirlərinizi deyəsiniz. Olar mı? Hardan başlayaq? Başlayaq. Oturun. Əyləşin və qalxmayın ayağa. Tam öz yerdən adını desin və kim olmaq? Bəşli Sərvan Əcəloğlu. Gələcəkdə inşallah Adnas Universitetinin informasiya təhlükəsizliyi, ixtisas üzrə işləmək istəyirəm. Laf yaxşı, çox güzel. Biraz da möhkəm deyək ki, hamımız bir-birimizi eşirik. Səfiyə Rəvan Zamit, müəllimdir. Müəllim olması. Nə müəllimi? Fizika. Fizika müəllimi. Çox güzel. Vəli Məhəmməd Elmanoğlu. Allah qoysa Milli Aviasiya Akademiyası. Aviasiya Akademiyası. Pilot olmaq istəyirsən? Nə gözəl. Azarov Tural, qida təhlükəsizliyi. Tural. Qida təhlükəsizliyi. Çox güzel. Quliyevə Çınarı Rövşən qızı gələcəkdə dizayner olmağı düşünürəm. Dizayner. Çox güzel. Quluzadə xanım Yalçın qızı həkim olmaq istəyirəm. Həkim olmaq istəyirsən? Laf yaxşı. Həkim olmaq istəyirəm. Süleymanova Fadiye'nin kızı hukukşunas olmak istiyor. Hüquqşunas. Görüşüm kalitesini kızı kompüter mühendisliği olmak istiyor. Mənim Kumarayacaq bizə informasiya təhlükəsizliyi. Yazıp basın. Bizə? Aliyev uçurum inşallah koleje gelir. Əliyev İshak. Allah verdiğim Murad, inşallah kaçmaz. Məmmədov İsa inşallah matematik. Kuliyanın yerdən sonra inşallah məmnun olmaz. Gəlişdə sənədin aktiv qızı, gələcəkdə tərcümat olmaq. Hüseyin oraya intikam qız gələcək tibb bacısı olmaq. Mehdiye Aydın Bərvəsi gələcəkdə tibb bacısı olmak. Əhmədova Şahara gələcəkdə kompüter mühendisi olmak. Məhəmmədov Aytat həkimlik istəyir. Sonra Bərşva Yoluna tərcümə. tərcüməçinin dəyişsə hansı dil üzrə? İngilis. İngilis dili üzrə. Məhəmmədova Nəylə Rami qızı Bakı Dövlət Universitetində İstismar Münasibəti ixtisasında qəbul olmaq. Çox gözəl ictimai münasibətlər. Aliyev Çanvanik kızı gələcəkdə hukukşunas olmak planlaşdırdı. Hüquqşunas. Məhəmmədova Yoluna Söyən də Azərbaycanda deyək. Hediyə Baykan. Ayxan nə olmaq istəyir? Planlaşdırmaqsan hələ, hə? İnşallah gələcəkdə planlaşdırarsan. Allah beni versin, ondan da fikrim yox. Nə? Vaxtda fikrim yoxdur. Hələ ki, yoxdur, planlaşdır. İnşallah gələcəkdə yəqin ki, yeni ixtisaslarsa, həmin o ixtisaslarla davam edərsən. İnşallah. Nə olmaq istəyirsiniz? Bakı Dövlət Universitetində hansı ixtisas? Mən sevdim kızı. Hələ bilmir. Hələ planlaşdırmamışım. Tamam. Şəfiq Yola qida təhlükəsizliyi. Qida təhlükəsizliyi. Mən fövqəladə hallar nazirliyində. Səfir Sədrənin informasiya təhlükəsizliyi. Olsun Osman Əvəzovlu inşallah gələcəkdə biznes olmalı. İnşallah. Quliyevsə inşallah gələcəkdə Moskva olmalı. İnşallah. İnşallah. Çox gözəl, qəşəng arzularınız var, planlarınız var. İnşallah ümid edirəm ki, həmin arzularınıza, həmin planlarınıza çatarsınız və biz də sizinlə fəxr edərik. Bugünkü dediyimiz kimi Daha Yaşıl Azərbaycan üçün Gənc Nəsil mövzusunda bizim seminarımız olacaq. Burada bizim məqsədimiz iqlim dəyişikliyi ilə bağlı müzakirələr etməkdir və keçən il COP29 keçirildi Azərbaycanda. Yəqin ki, məlumatınız oldu. Böyük çox dövlətlərdən
tərəfindən də bizə gələnlər oldu və həmin o tədbir haqqında Azərbaycan da öz üzərinə həmin dövrdə öhdəliklər götürdü. Bununla bağlı sizinlə görüşlərimiz olacaq və siz özünüz ətraf mühitin qorunmasına görə hansı işlər görürsünüz, hansı tədbirlər görürsünüz, hansı belə deyək, ətraf mühitin çirklənməsinə qarşı müdafiə formasında işlər görürsünüz. Bununla bağlı sizlə müzakirələr eləyəcəyik. Və bilmək istəyirdim, bir də bildirmək istəyirəm ki, bizim tədbirimiz tək burada olmadı. Biz 5 məktəbdə, 4 regionda bu tədbiri keçirməyə planlaşdırmışdıq və hədəfləmişdik. Bugün sonuncu tədbirimiz olacaq. Və bunlardan biri Füzuli rayonu Zobucuq 2 kəndi idi ki, orada sizin kimi gənclərlə görüşdük, müzakirələr apardıq. İmişli rayonunun bir sayılı orta məktəbi və Hacalmuradlı kəndi idi. Həmin o kəndlərdə biz tədbirlərimizi apardıq. Digər yer isə Bilasvar rayonunun Səmədabad kəndi idi ki, o kənddə də biz görüş keçirdik sizin kimi gənclərlə və müzakirələrimiz çox maraqlı, gözəl keçdi. Dünən isə Ekologiya və Ətraf Mühitin Qorunması Ekologiya Nazirliyi ilə və bir çox 100-dən çox QHT nümayəndələri ilə birlikdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə də biz ağac əkmə aksiyasında iştirak etdik. Bu ağac əkmə aksiyası 27 sentyabrda bizim anım günümüzdür, yəqin ki bilirsiniz. Azərbaycanın bütövlüyü uğrunda şəhid olan şəhidlərimizin xatirəsinə olaraq bu aksiya keçirildi və mən də fəxr edirəm ki, və həmin o tədbirdə iştirak etdim və şəhidlərimizin hər birinin xatirəsi üçün ağac əkdik və orada belə deyək ki, bizim də öz töhfəmiz oldu. Və mən də sizdən xahiş edərdim ki, sabahki günümüzlə bağlı olaraq bir dəqiqəlik sükutla bütün Azərbaycanın şəhid olan şəhidlərimizin xatirəsini yad edək. Allah rəhmət eləsin. Və indi isə görüşümüzü müzakirə şəklində, elə dediyim kimi sual-cavab şəklində istəyərdik, başlayaq və birinci sualım budur. İqlim dəyişikliyi dedikdə nə başa düşürük? İqlim dəyişikliyi nədir? Kim cavab verə bilər? İqlim dəyişikliyi ilə bağlı. Yəni, lokal, yerli, qlobal səviyyədə iqlimə təsir edən nədir? Uzun müddətli temperatur dəyişikliklərdir və hava dəyişikliklərdir ki, hansı ki, bunlara iqlim dəyişikliyi deyilir və iqlim dəyişikliyi son 200 il ərzində demək olar ki, özünü göstərməyə başlayıb və müşahidə olunur. Bu, iqlim dəyişikliyinin dəyişməsi, daha çox isti olması, daha çox küləkli olması, bu həm quraqlığa gətirib çıxarır, həm kənd təsərrüfatına zərər vurur və su ehtiyatlarının azalmasına gətirib çıxardır. Demək olar ki, ölkəmizdə də həmin bu iqlim dəyişikliyi müşahidə olunur. Bu da ən çox bizdə Cənubi Qafqaz regionunda müşahidə olunur ki, iqlimin dəyişməsi, havaların çox isti keçməsi, çox soyuq keçməsi, quraqlıqlar, torpaqların eroziyaya uğraması. Bununla da bağlı bir çox müşahidələr aparılıb, sorğular aparılıb, araşdırmalar aparılıb və Dünya Bankı bir də FAO. Siz də əyləşsiniz, olmasa əyləşdə durmuyor. Deməli, bu müşahidələr aparılır, sorğular aparılır, araşdırmalar nəticəsində belə qərara gəliblər ki, iqlim dəyişikliyi mövzusunda çox yerlərdə məlumatlar olsa da, regionlarda bu məlumatlandırma azdır və yenə dediyim kimi, Azərbaycan Respublikası Qeyri-Hökumət tərəfindən, Azərbaycan Respublikasının bu qeyri-hökumət təşkilatlarına dəstək verən agentlik tərəfindən bizə maliyyə ayrıldı ki, regionlarda sizin kimi kənd məktəblərində olan gənclərə də bu haqda məlumatlar verək. Demək olar ki, bir 30 min il bundan əvvələ qədər. Siz də belə bir sual verim. Əkinçilik olubmu? Yoxsa başqa nəsə olub? Mövcud olub 30 min il bundan əvvəl olub. Amma ən çox nə olub? Ovçuluq olub. Bəli. Çünki hava şəraiti ya çox isti olub,
ya da çox soyuq olur. Əhali həmin o dövrdə mağaralarda, ondan sonra başqa yerlərdə yaşayan əhalilər, bunlar eramızdan əvvələ sirayət edir. Onlar heç bir əkinçilik mövzusudur, ya çox istəymiş, ya çox soyulmuş və onlar mağaradan çölə çıxa bilmişlər. Ac qalmamaq üçün elə onların yaxınlığında olan heyvanları ovlayırmışlar, onları yiyirmişlər. Bir də isti vaxtlarda hansısa ot falan olurmuşsa, həmin o otlarla qidalanırmışlar. Və otçuluqdan sonra isə bir hardasa eramızdan 10 min bundan əvvəldə artıq iqlimdə dəyişikliklər başlayıb ki, fəsillər formalaşmağa başlayıb və cəmaət yavaş-yavaş ovçuluqdan təsərrüfata doğru gedə biliblər və əkinçiliklə məşğul olmağa başlayıblar. Əkinlər əkilib, gedib, ta ki, belə deyək ki, bu günümüzə qədər gəlib həmin o çıxıblar. Amma bu da yer kürəsinin dəyişməsi dinamikası, temperatur dəyişikliyi dinamikası olub ki, dediyim kimi 10 min bundan əvvələ qədər və 1,5 dərəcə, 15 dərəcə Selsidə bu temperatur artıq normal yer kürəsində belə deyək, normal dərəcə sayılır ki, hansı ki, yer kürəsi daha yaxşı inkişaf edir və ekologiyanın qorunmasına heç bir zərər gəlmir. Bəşəriyyətdə bu olur və yer kürəsinin istiliyi ilə balansını qoruması. Yer kürəsinin istilik balansı nə qoruyur? Kimyanı yaxşı bilən varmı burada, ya biologiyanı? Karbon dioksid. Karbon dioksid yer kürəsində atmosferinin tərkib hissəsidir və həmin o karbon dioksid vasitəsilə artıq yer kürəsi demək olar ki, öz balansını qorumağa başlayır və onun rolu əvəz edilməzdir. Nə baxımdan ki, həm istilik balansının saxlanılmasıda, həm illik orta temperatur dediyim kimi 15 dərəcə Selsi olmalıdır ki, onun qorunub saxlanmasında və karbon dioksid həm də ki, belə deyək də, bu yer kürəsinə gələn istilikdir, ondan sonra qazlardır və onların da qarşısını almasında yüksək rolu var. Və karbon dioksiddən əlavə bir şey dedim, insanın və təbiətin yaşaması üçün mənfi 60 dərəcə, müsbət 50 dərəcə temperatur kifayət edir. Yəni, bu temperaturlar olsa, nə insanlar, nə təbiət, nə heyvanlar ölməz, yaşayarlar. Və bununla da bağlı bir şey də deyim ki, karbon dioksidin iqlim dəyişikliklərində təsirləri. Hazırda demək olar ki, bütün dünyada istehsal, zavodlar, fabriklər çox olduğuna görə və onlar havaya zərərli qazlar buraxdığına görə demək olar təbiət çirklənir. Ətraf mühitə dəyən zərərlər çoxalır. Günəş enerjisi, azon qatırının deşilmə məsələsi var ki, hansı ki, çox nazillik və günəş enerjisi artıq özünü tam yer kürəsinə həddindən artıq çox istilik verir və bu da gətirib çıxarır quraqlığa, torpaqların eroziyasına gətirib çıxarır, su ehtiyatlarının azalmasına gətirib çıxarır, su buxarlanır, gedir və bunların da nəticəsində nə olur? Biz kənd təsərrüfatında geriləyiş görürük, yəni kənd təsərrüfatına artıq zəifləmə gedir və bu da acılığa gətirib çıxara bilir təbii ki. Kənd təsərrüfatı, əgər biz nədən qidalanırıq? Kənd təsərrüfatı məhsullarından ən çox qidalanırıq. Və ekosistemlərdə dəyişikliklər, biolojik müxtəlifliklər olur ki, hansı ki, məsələn, bu istiliyə dözməyən, yaxud bu çox soyuğa dözməyən heyvanlar var ki, onlar da artıq, məsələn, azalmağa başlayırlar. Və qlobal istiləşmə nəticəsində necə olur? Bizim mühitlərimiz dəyişməyə başlayır. Əlavə kimsə nəsə bir söz demək istəyir, yoxsa yox, kimisə sualı, yaxud sözü varmı bundan bağlı, əlavəsi varmı? Yoxdur. Onda keçirik Azərbaycanda olan yaşıl enerjiyə. Yaşıl enerji dedikdə nə başa düşürük? Yaşıl enerji nədir? Ağaçlarımızı, su ola bilər buna bağlı. Sonra ağaçların olması üçün, sonra bu tozlanmanın olması üçün nə lazımdır? Külək də ola bilərmi? Sudur, küləkdir və günəşdir, bir də ki, yaşıl hidrogendir. Və bunların dördündən neçəsi bizdə var, bizim ölkədə var. Su var, sonra külək var, günəş də var, bir dənə yaşıl hidrogen hələ ki, yoxdur. Bununla da bağlı demək olar ki, indi hazırda bizim ölkəmizdə danışıqlar aparır, sənədlər hazırlayırlar və bunlar da olacaq. Və gəlirik COP29-a. COP29-a qədər başqa ölkələrdə bu görüşlər olub. Yəni COP29-un yaranmasının səbəbi nədir? Yaranmasının səbəbi odur ki, dediyim kimi, böyük istehsal zavodları, fabrikləri olanlar var ki, hansı ki, həmin ölkələr
bir-birləri ilə mübahisə edirlər və heç bir dünyaya, təbiətə vurduqları zərəri, ziyanı öz üzərlərinə götürmürlər. Bunlardan ən birinci yerdə hansıdır? Təbii ki, bilirik Amerikadır, ikinci yerdə Çindir, üçüncü yerdə Yaponiyadır, dördüncü yerdə Almaniyadır. Belə sıralana gedir. Beşinci yerdə Hindistandır, altıncı yerdə Birləşmiş Krallıqdır, yedinci yerdə Fransadır, 8-ci yerdə Braziliyadır, 9-cu yerdə İtaliyadır, 10-cu yerdə isə Kanada və Rusiyadır. Və birinci, ikinci yeri bölüşdürən Çinlə Amerikanın arasında 90-cı ildən demək olar ki, Amerika dünyaya dəyən ziyanı 2% azaldıb cəmi, 90-cı ildən bu günə qədər. Amma Çində isə 28-30% ki, o hansı ki, təbiətə, ekologiyaya ziyan vurur. Və bu COP29-da bütün dünya gəlir və ada dövlətlər gəlir, hansı ki, bu ətraf mühitin çirklənməsindən, bu emisiya, hansı ki, dəyən ziyanlar var, təbiətə, ekologiyaya dəyən ziyanlar, əziyyət çəkən ada dövlətlər də var ki, məsələn, belə deyək də, indi bax, dünənlər məlumat getdi onunla bağlı, hansısa ölkənin birində tufan baş verdi, belə deyək ki, qurulğan oldu və su qalxdı və çoxlu ziyan dəydi, yüzlərlə insanlar məhv oldular. Və ada dövlətlərdə balaca olduğuna görə bu okeandan, dənizlərdən gələn hansı ki, bu fəlakətlər var, o fəlakətlər həmin o ada dövlətlərini yox etmək səviyyəsinə qədər gəlib çıxır. Bunun da səbəbi, yenə dediyim kimi, dünyada olan o ekologiyanın çirklənməsidir, havaya buraxılan zərərlərdir, iqlimin pozulmasıdır. Və həmin ada zərər çəkən dövlətlər, bir də ki, zərər verən dövlətlər, hamısı yığışırlar bir yerə, müzakirə aparırlar və orada zərər verən dövlətlər öz üzərlərinə müxtəlif götürməlidirlər və məsuliyyət götürməlidirlər və bunun üçün də hesabat hazırlamalıdır. Amma onlar bunu etmək istəmirlər. Və buna görə də münaqişələr, belə deyək, bu mübahisələr çox vaxt COP29-dan əvvəlki dövrlərdə olan ölkələrdə bəzən nəticəsiz olub, bəzən qərarsız olub, razılığa gəlməyiblər və sonda o hesabat hazırlanmayıb. Amma keçən il Azərbaycanda keçirildi. Azərbaycanda keçirildi isə çox uğurlu nəticəsi oldu ki, çox qəşəng razılığa da gəldilər. Hətta orada bildiyim qədərilə neçə milyardsa, unutmuşam məbləğini, tam yalan deməyim, onunla da bağlı və məbləğə qədər də yardım etməklə bağlı razılığa gəldilər dövlətlər. Karbon dioksidin azaldılması, hansı ki, bu ətraf mühitə dəyən ziyanı azaldılması, ekologiya, bunun üçün təklif olunan yollar var ki, onlardan biri su enerjisidir, hansı ki bizim özümüzdə də var, Mingəçevir su ambarı var, elektrik su stansiyası var. Su enerjisidir ki, bundan istifadə eləmək, elektrik stansiyaları tikməkdir. Digəri külək enerjisidir ki, hansı ki bununla da belə deyək, ətraf mühitə, ekologiyaya dəyən ziyanı azaltmaq olur. Günəş enerjisidir. Yəqin ki, Bakıya yolu düşənlər olub, balaca da olsanız, yəni görürsünüz Qaradağda bizdə günəş panelləri var kənar tərəfdə və şahidi olmaq olar və bunu da genişləndirmək nəzərdə tutulur və enerjinin səmərəliliyi. Bu da ki, o deməkdir ki, ən çox elektrik və hibrid avtomobillərdən, yəni benzinlə işləyib, onların tüstüsü də təbiətə ziyan vurur və ona görə də təklif olunur ki, avtomobillər də istifadə olunur, hibrid və yaxud da elektrik avtomobillərindən istifadə olunsun. Elektrik və hibrid avtomobillər təbiətə ziyan vururmu? Onlar da vururlar. Amma biraz nisbətən az vururlar. Və belə deyək, COP-larda o dediyim, bayaqlarım mən danışdım, hansı ki, COP-un tədbirlərinin keçirilməsinin bir məqsədi odur ki, ətraf mühitə dəyən ziyanı, dediyim kimi, o hansı ki, zərərli qazlar, emisiyanın yerinə yetirilməsində faizləri daha aşağı salmaq və ən azından çalışırlar ki, 1990-cı ildə iqlim tam yaxşı olur da, yəni iqlim qurşağında heç bir ziyan oldu. Və 1990-cı ilin ekologiyasına gətirib çıxara bilsinlər və o formada olsun və bununla da bağlı hələ ki, belə deyim, könüllü öhdəliklər götürən olmuyor. Keçən il Azərbaycanda olan COP29-la bağlı isə biz özümüz də öz üzərimizə öhdəliklər götürdük və onlardan biri o oldu ki, 2030-cu ilə qədər biz təbiətə dəyən ziyanı 35% azaldaq. Bir hədəf oldu ki, 2030-cu ildə bərpa olunan enerjinin hansı ki, qoyuluş gücünü biraz 30%-ə çatdırmaqdır ki, elektrik, dediyim kimi, günəşdən, sudan və
yaşıl hidrogen deyirik. Onunla bağlı hələ ki araşdırmalar gedir, müqavilələr imzalanacaq. Bunların da üzərində işləsinlər. 2050-ci ildə isə artıq emissiyanı 40%-a qədər azaltmaq, yəni ekologiyaya dəyən dəyəri 40%-a qədər azaltmaq. 2050-ci ildə isə artıq bizim hökumət qarşısına belə bir öhdəlik qoyub ki, Qarabağ zonasında 0% emissiya zonası olsun. Yəni orada artıq heç bir, belə deyim ki, hər şey su, külək, günəş və yaşıl hidrogendən ibarət olsun və orada 0 bizim ekologiyaya ziyan dəysin. Azərbaycanda bərpa olunan enerjilərin potensialları nədir? Bizdə potensial varmı? Var. Sudur. Ümumi payı hardasa hazırda 10%-ə qədərdir. Bu Mingəçevir su elektrik stansiyası dediyim kimi nəzərdə tuta bilərik. Küləkdir, ümumi quruda 3 kW-dır, dənizdə 150 kW-dır. Günəşdir, Qaradağ dediyim kimi ses var, hansı ki keçəndə görürük panelləri və onun da gücü 0-dan %23 kW-dır və ümumi 23 kW-a qədər gəlib çıxa bilir. Yaşıl hidrogen üzərində də dediyim kimi hələ ki müzakirələr gedir. Bəs biz nə edə bilərik? Ümumiyyətlə, ətraf mühiti qorumaq üçün. Buyurun. Edə bilərikmi? Təbiəti qorumaq. Yəni biz də planetin bir üzvüyük, bir nümayəndəsi, özümüzü planetdən kənarlaşdıra bilmərik də. Yəni biz də bu ölkədə, dünyada yaşayırıq və bir parçasıyıq. Hər birimiz bir ağac əkə bilərik. Sonra su istifadə etdikdə suya qənaət edə bilərik. Su israfına yol verməyə bilərik. Sonra bu hansı ki quraq torpaqlar var ki, dediyimiz kimi eroziyaya uğrayan torpaqlar var. O torpaqların eroziyadan azaldılması üçün hansı addımlar ata bilərik? Qrum sulardan təmizlənməsini eləyə bilərik. Drenaj kanallarının qazılmasıdır. Sonra torpaqların yenidən qazılması, onların yenidən oyadılmasını eləyə bilərik. Bəzən olur ki, bir torpaq üzərində dəfələrlə eyni məhsul əkilir. Bu da torpağı gücdən salır və onda biz əkin növünü dəyişə bilərik. Əkin növünü dəyişdiksə torpaq yenidən canlana bilər. Bu addımları ata bilərik. Sonra parklar sala bilərik, qəşəng. Sonra yerə atılan zibilləri toplaya bilərik, zibil qutularına yığa bilərik. Evdə, yaxud da məktəbdə işığı daxil olduqda, bizə ehtiyac olduğu vaxtı yandıra bilərik və istifadə etmədiyimizdə, bizə lazım olmayanda nə edə bilərik? İşıqları söndürə bilərik. Bunlar hamısı həm ekologiyaya ziyan vurmur, həm ətraf mühitin qorunmasına kömək edir, həm də ki, qənaət rolu aparır. Və sonunda mən sizə bir şey də demək istəyərdim ki, biz belə bir kitab gətirmişik sizin üçün, sizin məktəbin kitabxanasına hədiyyə edəcəyik. Liya Bayramova tərəfindən yazılıb, uşaqlar üçün yaşıl biliklərdir. Bunun da içərisində mən danışdığım mövzulardan da var, ondan da başqaları var. Daha faydalıdır, belə maraqlı bir kitabdır, şəkillərlə də sizin gözünüzü də yormayacaq. Əslində düşünürdük ki, sizə bunu hər birinizə birini hədiyyə verək. Amma sonra düşündük ki, bəli, siz oxuyacaqsınız, sizdə qalacaq. Amma məktəbi kitabxanasına versək, bunu həm siz oxuyacaqsınız, həm sizdən sonra gələn gənclər də bu kitablardan faydalana biləcəklər. Burada deməli, ətraf mühitin dərkidir, dayanıqlı inkişafın əsaslarıdır, tullantıların həcmini necə azaltmaq olar, yenidən emalını necə etmək olar. Misal üçün, belə deyək, plastik qablardan az istifadə eləmək lazımdır. Çünki plastik qablar bildiyimiz kimi məhv olub gedən bir şey deyil. Bəli, gec məhv olur. Amma şüşə qablardan biz istifadə eləyə bilərik və onun yenidən emalı, yenidən istifadəsi də mümkündür. Yaşıl nəqliyyat haqqında burada var, sonra yaşıl iqtisadiyyat haqqında var. Suya qənaət necə etməliyik və burada bəzi suallar ola bilər ki, sizin üçün yarana bilər. Burada, məsələn, oxuyarsınız, hansı sözü başa düşmərsiniz, kitabın sonunda həmin o sözlər barədə lüğətlər də var ki, siz buradan həm yeni terminlər öyrənəcəksiniz, yeni sözlər öyrənəcəksiniz və öyrəndiklərinizi də yoldaşlarınızla, bacınızla, qardaşınızla paylaşa bilərsiniz. Məndən bu qədər. Sualınız, yaxud əlavə fikirləriniz varmı?